şirkətlərə liderlik psixologiyası dərsi keçirəm. Onlardan o bəhslərdən biri də tənqiddir. Tənqid məsələsini yenə mən başa sala bilmirəm. Yox, mən deyim sizə, sonra siz deyin. Tənqiddə deyir 2 dənə, bunu mən demirəm, bunu qərb mütəxəssisləri yazır. Onlar yazır. Deyir ki, tənqiddə 2 dənə şey olmamalıdır. Olmamalıdır. Bir, şirkət rəhbəri çağırır işçini. Birinci olmamalı şey budur. Ümumi şey deyirsən ona. Misal üçün deyirsən ki, mən sənin işindən narazıyam. Bu tənqid deyil. Belə tənqid olmur. Ümumidir. Konkret olmalıdır tənqid. Hansı işimdən narazısan, cənab müdir? Konkret de mənə. Yox da, nəsə sən mənim xoşuma gəlmirsən son vaxtlar. Sənin hərəkətlərin nəsə ürəyimə yatmır. Əzizim, belə tənqid olmur. Bu bir. İkinci, tənqiddə şəxsiyyətə təhqir olmaz. Şəxsiyyətə olmaz. Bu tənqid deyil. Misal üçün, çağırır müdür, deyir ki, üzr istəyirəm, səndən adam olmadı da. Bu da tənqid deyil. Bu artıq şəxsiyyəti təhqir etməkdir. O da çaşıb qalır ki, axı nəsə tənqidin bir dənə yolu var. Konkret göstər, argumentlə. Nöqsanı göstər, argumentlə. Ki, sən deyirsən ki, mənə görə argument göstər. Bu səhvdir və argumenti gətir. O birisi də gəlsin, yoxsa ki, əgər belə olsa, onda mən də sizə deyirəm ki, Şamil müəllim, siz mənim xoşuma gəlmirsiniz. Məsələn, siz tənqidə görə Şamil müəllim cinayət məsuliyyətinə cəlb olunmaq, ümumiyyətlə, hüquqi müstəvidə necə həll olunmaq? Siz niyə istəyirsiniz hamını tutsunlar? Biz var da, siz bugün xahiş edirəm, sosiolog kimi, yox, hüquqşünas kimi dəyərləndirin məsələni. Yox, tənqidə görə yoxdur. Tənqidə görə tutulmasına söhbət yoxdur. Təhqirə görə var. Bax, yenə də ümumi danışılır Şamil müəllim. Deyir ki, siz niyə görə istəyirsiniz ki, bax, o məntiqdə müğalitə, məğlətə deyilən bir şey var da, hayküy salmaq. Şamil müəllim indi o metoddan istifadə edir. Siz niyə görə deyirsiniz ki, Azərbaycanda hamını tutsunlar? Əzizim, elə bir söhbət elədir. Mən istəyirəm